Salam hamıya. Bu günləri Kiwi TV, düz deyirəm, Kiwi Bəli, TV, bəli, hə, bəli. Kiwi TV Tural və Seymur məni dəvət eləyiblər. Yəqin ki, Amerikadakı stomatologiya və yaxud Amerikadakı həyatla bağlı sualları var. Mənim adım Əbülfəzdir. Mən diş həkimiyəm, Bostonda yaşayıram. Bacardığım qədər bugünkü suallara cavab verəcəm. Çox sağ olun dəvətə görə. Söz maşınına baxırsınız. Xoş gəlmisiniz doktor. Təşəkkürlər. Əvvəl heç vaxt belə bir belə deyim, süjetdə mi deyim, belə bir platformda heç vaxt danışmamışam. Birinci dəfədir. Mənə də çox maraqlıdır ki, necə alınacaq. Gözəl alınacaq. Siz biraz bizə tam, yəni özünüz haqqında biz geniş məlumat verin də zəhmət olmasa. Amerika gəlişindən falan. Amerikaya gəlişdən mi başlayım, yoxsa lap Gəlişdən, buradakı yəni biraz Ə, sürətli, amma belə məlumatlara zərf dərəcədə. Ümumiyyətlə Azərbaycanda doğulmuşam. Hə, Azərbaycanda, amma özümü elə bil ki, hiss eləmişəm ki, xarici ölkədə doğulmuşam. Niyə görəsə, bir axtarış içində olmuşam hər zaman ki, o aid olduğum bir yeri tapım. Türkiyədə təhsil almışam. Orta məktəbdə təhsil aldığım vaxtdan elə xaricə gedim, xaricdə oxuyum. Bir görüm orada da həyat necədir, marağı ilə yaşamışam. Yəni axır gəlib çıxmışam bura. Amerikada özümü elə bil ki, o axtardığım yerdə hiss eləyirəm. Elə bil ki, oranı tapmışam. Amerikaya gəldik, burada oxuduq, universitetə getdik. Mən də yoldaşım da ikimiz də bərabər. Hal-hazırda da bir neçə il bir klinikada işlədim. Ondan sonra da öz klinikamı başlatdım burada. Hal-hazırda da orada işləyirəm diş həkimi kimi. Belə qısaca desəm bu. Amma dərinliyinə getsək orada çox xırdaçılıqlar var. Bostonu seçməkdə xüsusi bir məqsəd var idi. Bostonu seçməkdə məqsəd valideynlərim burada yaşayırdı. Atam, anam, bacımın uşaqları hamısı buradaydılar. Ona görə əsas Boston. Və universitetdən də buradan qəbul aldım. Düzdür, digər ştatlardan da qəbul almışdım. Elə bura gələndən sonra buranı bəyəndim. Yəni Boston xoşuma gəldi. İlk başlarda soyuğuna öyrəşə bilmirdim, düzdür. Chicagoya da getmişdim. 2 ay Chicagoda yaşamışdım. Ora daha da soyuq idi. Amma əsas məsələ ailə və universitetin məkanı. Yəni ona görə Bostonu seçdim. Neçə ildir diş həkimliyi ilə məşğulsuz? 2021-ci ildə məzun olmuşam. Amerikada həmişə soruşanda neçə ildir o diş həkimi ilə məşğulam. O 2 hissədən ibarətdir. Türkiyədə, Azərbaycanda və Amerikada ümumi 20 il keçib. Amma Amerikada artıq 5 ildir. 5 ili tamamlayırıq. 5 ildir buradayım. Amerikada diş həkimi olmaq necə bir hissdir? Yəni bu biraz bizləri narahat edən bir şeydir. Yəni necə narahat? Əslində mənə görə çox qəşəng bir şeydir ki, diş həkimi olasan, burada olasan. Bahalı bir. Amma elə bil ki, diş həkimləri yəni elə düşünülür. Çünki çox dəhşət pul qazanır. Yox, əslində burada yəni bahalıdır da dişə görə, yəni insanlar az bizana Türkiyəyə. Mən həmişə onu müqayisə üçün deyirəm. Amerikada ümumiyyətlə hər şey bahalıdır. Yəni deyəndə ki, stomatologiya burada bahalıdır. Yəni müqayisə edirəm Azərbaycanda çörəklə. Bizdə çörək deyək ki 50 qəpiyadır. İndi bilmirəm neçədir. Mən Amerikaya gələndə 50 qəpiya idi. 90 qəpiyə olub, hə. Amerikada çörək ən ucuzu yəqin ki, marketdən alsaz, Azərbaycan manatına çevirsəz, olacaq hardasa 8 manat. 7 manat, 8 manat. Stomatologiyada həmin şeydir. Yəni stomatologiya deyək ki, bir qapaq burada 2000 dollardır. Azərbaycanda 150-200 manat. Yəni elə bir fərqi var. Özünə uyğun fərqi var da. Yəni kirayələr də elədir. Məsələn, uşaqları bir repetitorun yanına göndərsəz, o da elədir. Bir hazırlığa göndərsəz, eyni şeydir. Yəni fərq ümumi mənə görə Amerika ilə Azərbaycan arasında 10 dəfə qiymətdə fərq var hər şeydə. Bəs sualıma belə verim ki, indi mən özüm də məsələn bunu düşünürəm ki, mənim dişim ağrırsa, burada 3-4 min dollar verib də yəni dişimi düzəltdirməyimdənsə elə bilet alıram, gedərəm Azərbaycana, həm orada istirahət edirəm, həm dişimi düzəldərəm. Yəni belə
Düzdür, eləyərəm. düzdür. Hə, Ə, ya çox vaxtı elə də eləyirlər. Hamı elə də eləyir. Çox vaxtı pasientlər gedirlər Azərbaycana, amma hamı gedə bilmir təbii ki. İndi Azərbaycana gedəndə də ə, belə deyim də, əslində pasientlərin bir qrupu əvvəllər mən gördüm ki, daha çox gedirdilər. Hal-hazırda daha az gedirlər. O həmin o pasientlərin burada nə qədər vaxtı yaşadığından asılıdır. Amerikaya tam adaptasiya olandan sonra artıq mənə elə gəlir ki, sırf diş üçün getmir heç kim. Amma həm ziyarət, həm ticarət, yəni perspektivindən baxanda eləyirlər. Hə. Yəni gedir həm dişini düzəltdirir, həm qohumlarını ziyarət eləyir və ya başqa məqsədi varsa onu yerinə yetirir. Qiymət olaraq təbii ki, daha sərfəlidir Azərbaycana getmək. Sizdən bir dəfə soruşmuşdum. Aha. Buradakı stomatoloqların, belə deyim, ümumi necə deyim, təcrübə səviyyəsi bir o qədər də yaxşı geri dönüş sanki verməmişdiniz. Yəni bu fikri biraz açıqlaya bilərsiniz, yəni. Ümumiyyətlə Amerikada da, Azərbaycanda da mənim şəxsi yanaşmam odur ki, diş həkimliyi elə bir sahədir ki, mənə elə gəlir ki, universitetə getməmişdən qabaq bir əl bacarığı imtahanı verilməlidir. Məsələn, Azərbaycanda İncəsənət Universitetinə qəbul olanda bacarıq imtahanı verirlər. Stomatologiyada mənə elə gəlir ki, onu müəyyən qədər tələb eləyir. Ona görə bir çox insanın stomatoloji xidmətdən mən elə düşünürəm ki, narazı qalır. Yəni narazı qalmağın səbəbi budur. Çünki uşaqlar gənc yaşında bilmirlər nə ilə qarşılaşacaqlar. Öz bacarıqlarını bilmirlər və stomatologiyanı seçirlər. İllərini sərf edirlər stomatologiyada və məzun olur, işinə başlayır, görür ki, iş çətin gedir. Niyə? Çünki əl bacarığında problem olur. Bu da belə deyim də, ya genetikdir, ya özlərində nə qədər işləmisənsə ona bağlıdır və s. Çox faktorlu bir prosesdə, yəni bu öyrənmək, əl bacarığını gəlişdirmək birində alınır, birində alınmır. Bu da Amerikada da eynidir, Azərbaycanda da eynidir. Yəni sırf stomatoloq olmaq istəyən insan gərək özünü də bir müəyyən qədər ölçsün, dəyərləndirsin, görsün ki, yəni bunda o alınacaqmı? Ona görə əziyyət çəkir. Stomatoloq da əziyyət çəkir, pasient də əziyyət çəkir. Ümumiyyətlə sistem, yəni düzgün işləməmiş olur. Bu səbəblə mənə elə gəlir ki, işi yaxşı olmayan stomatologiya və yaxud da stomatoloji xidmət ortaya çıxır. Amerikada da bu var. Amerikada da məsələn tibbə başvurur, bir neçə il sənədlərini medical faculty-də, medical school istəyir getsin, görür ki, alınmır, ondan sonra stomatologiyaya keçir. Azərbaycanda da eyni şeydir. Məsələn, bizi ilə patokda oxuyan uşaqların çoxusu müalicə fakültəsinə girmək istəyirdi, amma balları stomatologiyaya çatırdı deyə stomatologiyanı seçmişdi. Yəni bilərək stomatoloq olmaqla belə bir ki, biraz taleyi stomatologiyaya gəlib düşmüş stomatoloqlar arasında fərq olur, mənə elə gəlir. Bu Amerikada da elədir. Bizi ilə oxuyan tələbələrin çoxsu Amerikada, çoxsu deməyim, müəyyən qədər. Yəni mən onlardan soruşurdum ki, bəs necə oldu stomatoloq oldun? Deyirdi ki, məsələn 4 il medicala sənəd verdim, girə bilmədim. Axır qərar verdim ki, stomatologiyaya gedim. Niyə görə? Çünki artıq o 4 il sərf eləyib. Burada pre-med deyə bir şey var. Pre-meddə oxuyub, medical alınmayıb, o bütün həyatını sərf eləyib, yəni həmin ana qədər. 4 il bakalavr oxuyub, imtahanlara hazırlaşıb, extracurricular, yəni dərsdən kənar aktivitələrlə məşğul olub və nəticədə bu yekunlaşdırmaq istəyir, amma stomatologiyanın o çətinliyini belə deyim, tam bilmədən gəlir olur stomatoloq və ona görə də Amerikada stomatologiya uzun illər suicide Azərbaycanca nə idi? Suicide sui-qəsd, özünə sui-qəsd eləmək də birinci peşədir. Niyə? Çünki depressiya səbəb olur. İşindən məmnun qala bilmir, pasientləri razı sala bilmir və s. Yəni stomatologiyanın belə bir çətinliyi var Amerikada. Mənə elə gəlir hər yerdə eynidir. Yəni Amerikada stomatoloq olmaq üçün ilkin addımlar nədir? Yəni mərhələ necə olmalıdır? Amerikada stomatoloq olmaq üçün imtahanlar verilməlidir, universitetə sənədlər və s. bunlar hamısı öncədən planlaşdırılmalıdır. Əgər söhbət gedirsə Azərbaycandan bura gələn namizəddən,
o ingilis dilini verməlidir. Ondan sonra board imtahanı var. Board imtahanını verməlidir. Board imtahanından sonra çox çətin bir qəbul prosesi var. Ondan keçməlidir. Sonra da 2 il burada təhsil almalıdır, ən azı 2 il. O təhsili bitirdikdən sonra da lisenziya alıb işləyə bilir, yəni. Proses uzun çəkir. Mən belə qısa formada dedim. Amma ümumi proses uzundur. Təxmin neçə il olur bu proses? O yenə də asıldı namizəddən. Məndə məsələn 3 il çəkdi həmin proses. Amma elə adam var, onda 4 il çəkir. Mənim məsələn bir dostum var, 7 il sənəd verib, hələ də verir. 8-ci ilidir. Hələ də qəbul almayıb. Türkiyədəndir. Türkiyədə cərrah olub. Yəni hər şəxsdə biraz fərqli gedir də bu proses. Hamıda eyni cürə getmir. Mənim biraz bəxtim gətirib ilk ilimdən qəbul almışam. Amma qəbul almaqda çətinlik çəkən insanlar da var. Belə deyim, seçilir bizim Azərbaycandakı stomatologiyadan. Burada sistem tamamilə fərqlidir. Yəni burada tətbiq olunan stomatoloji sistem bizdə yoxdur. Bu pasientlərin stomatoloji vəziyyətini, ağız problemlərini minimuma endirir buradakı sistem. Sən deyəndə ki, bəs mənim dişim ağrıyır, mən gedirəm Azərbaycana. O artıq belə deyim də, Amerikadakı stomatoloji xidmətə baş vurmadığını göstərir. Yəni çünki sən gözləyirsən ki, sənin dişin ağrısın. Amma Amerikalılar çox nadir hallarda diş ağrısına qədər onun problemi gəlib çatır Amerikalılarda. Çünki profilaktika o qədər yəni burada təkmilləşib ki, belə deyim. Yəni biz gözləmirik ki, pasiyentin diş ağrısın. Və yaxud da ki, pasiyentlər özləri də diş ağrısına qədər uzatmır məsələni. Çünki o diş ağrısına gəlib çatırsa məsələ artıq bahalı sayılır müalicə. Amma diş ağrımadan problemi həll eləyiriksə, yəni problem balaca olduğu vaxtı, o zaman çox daha münasibdir burada stomatologiya. Elə də xərciniz çıxmır, yəni. Məncə bu Azərbaycanda da elədir. Vaxtında yəni gedib də müayinə olduqda, yəni nə olduğunu biləndə sonra problem olmur. Bizdə sadəcə olaraq o profilaktika ümumi sistemdə o qədər də formalaşmayıb deyə, həmin o profilaktik hissəsi. Azərbaycanda adi haldır. Yəni ağrıyaraq getmək. Burada isə o qədər də adi hal deyil. Yəni Azərbaycandakı qədər adi hal deyil. Burada çox nadir hallarda pasiyenti görürsən ki, ağırlaşıb gəlsin. Ona görə həkimin işi də asandır. Pasiyent üçün də asandır. Həm ümumi iqtisadiyyata da daha, belə deyim də, az zərər vurur. Çünki insanların xərci çoxaldıqca ümumi iqtisadiyyata da təsir eləyir və bütün bu ümumi, belə deyim də, prosesi nəzərə alsaq ki, stomatoloji xidmət burada necə baş verir, daha az zərərli, daha vaxtında göstərilmiş xidmətlə yekunlaşdırmaq olar, yəni fikri. Elə bil ki, Azərbaycandan gələn pasiyentin məsələn problemi çox daha qəliz olur. Məsələn, Amerikalı həkim Azərbaycandan gələn pasiyenti görəndə heç bilmir ki, bu ümumiyyətlə necə diaqnoz eləsin, necə müalicə planı qursun. Çünki onu ilə rastlaşmır. Çox rastlaşmır elə hallarla. Çünki Amerikalı pasiyent gəlir, məsələn, balaca çürük olur, ona plomb eləyirsən və yaxud dişində balaca sınma olur, onu həll eləyirsən. Yəni, sistem elə qurulub ki, problemlər böyümür burada. Bizdə isə problemlər çox, belə deyim də, qəlizdir, yəni. Yəni, həlli qəliz pasiyentlərdir bizdə. Bizim öz həmyerli müştərilərimiz kifayət qədərdir, yoxsa biraz burada? Çoxdur, Azərbaycanlı, Azərbaycanlı çoxdur, amma təəssüf ki, həm maddi, həm də ümumi sistemi bilməmək, ümumiyyətlə, prosesi çətinləşdirir. Məsələn, sığortası demək olar ki, çox adamın yoxdur. Sığorta olmadığına görə 6 aydan bir həkimə gəlmir pasiyentlər. 6 aydan bir gəlmir deyə dediyim hallar baş verir. Yəni, iş böyüyür. Ondan sonra da, belə deyim, məsələn, ilk başda sadəcə plomb ilə müalicə olunacaq diş çəkilir, sonra implanta ehtiyac olur. İmplanta ehtiyac olur, implantı vaxtında elətdirmir, orada sümük əriyir, sonra sümük köçürməyə ehtiyac olur. Get-gedə böyüyür də problem elə bil ki. Doktor, niyə bəs Amerika, Avropa yox və yaxud Aziya ölkəsi bir, yəni seçim olaraq olmayıb? Niyə bəs Amerika?
Amerika stomatologiyada öz işimlə bağlı hissəsini desək, stomatologiyada mənə görə həmişə ən öndə gedən dövlət olub, yəni ölkə olub. Yəni stomatoloji yeniliklər olsun, stomatoloji xidmət olsun. Mənim üçün hətta deyərdim orta məktəb illərindən belə əlçatmaz bir şey kimi görünürdü. Həmişə Amerikada stomatoloq olmaq istəyirdim. Bilmək istəyirdim ki, ümumiyyətlə burada necədir stomatologiya. Yəni mən Azərbaycandakı stomatoloq fəaliyyətimi bura ilə müqayisə eləyirdim, gəlib gedirdim bura və baxırdım ki, görəsən mən burada daha mutlu olacam öz işimdə. Onu biləndən sonra artıq qərar verdim ki, hə, mən gəlmək istəyirəm Amerikaya. Çünki o fərqi hiss elədim. İlk gəlmişdim həmin o dediyim o Chicago Universitetində bir proqrama gəlmişdim. Orada pasient və həkim münasibətləri, həkimin iş rejimi və s. yəni ümumiyyətlə bu münasibətlərdəki komfortu gördüm mən burada. Keyfiyyəti gördüm mən burada. Ondan sonra artıq qərar verdim ki, mən Amerikada diş həkimi olum, yəni bura gəlim. Və sadəcə diş həkimliyi deyil, ümumi buradakı həyat standartı, yəni məni cəlb elədi, belə deyərdim. Amerika gəliş, belə deyək, plan A idisə, alınmadığı təqdirdə və yaxud bəyənmədiyiniz təqdirdə plan B düşünülmüşdü? Mən də belə deyim də, Amerikaya gəlmək belə deməzdim ki, çıxılmaz vəziyyətdə idim, gəldim deyə başqa planlar qurmuşdum. Yox. Mən Amerikaya gələndə yoxlamaq üçün gəldim. Gəldim həmin o proqrama, 2 aylıq proqrama müraciət elədim. Gəldim görüm özümü necə hiss eləyəcəm burada. Gördüm ki, xoşuma gəldi. Ona görə elə plan A, onun üzərindən getdim. Yəni plan B qurmamışdım yəni. Yəni mən Avropada gedib oxumaq istəmirdim və yaxud da ki, orada işləmək istəmirdim. Niyə? Çünki orada dil tələbi var. Mən ingilis dilini azdan çoxdan bilirdim. Düzdür, bura gələndə mən başa düşdüm ki, mən ingilis dilini bilmirəm. Elə bilirdim ki, bilirəm. Çox maraqlı hadisə də var, onu da deyəcəm. O faktorlardan biri idi ki, Almaniyada gedəcəm, məsələn, alman dilini öyrənməliyəm. Çətin gəldi mənə. İstəmədim onu eləmək. Həm də ki, yenə dediyim kimi, buradakı stomatologiya biraz fərqli gəlirdi mənə. Dil faktoru da rol oynayırdı, yəni. Maraqlı faktor nə idi? Maraqlı fakt nə idi? Gəlmişdim, bacımla getmişim marketə, burada. Market Basket deyə bir market var. Oradan alış-veriş elədik. Çıxanda kassada qadın məndən soruşdu ki, debit or cash? Yox, debit or credit? Mən başa düşmədim qadın nədir. Dedim ki, bəs zəhmət olmasa dinlə təkrar eləyə bilərsiniz. Bir də dedi, yenə başa düşmədim. Bacım da mənə qayıtdı ki, sən ingilis dilini bilmirsən ki, dedi. Amma TOEFL-u vermişdim, o tələb olunan balı yığmışdım və s. Amma real həyatda o istifadə olunan ingilis dilini bilmirdim, yəni. Bilmirdim, bilmədiyimi anladım həmin vaxtda. Biraz çəkindim orada, yəni düşündüm ki, artıq mən başqa bir ingilis dilini öyrənməliyəm. Onu gördüm. Yavaş-yavaş o da öz yerinə oturdu, yəni. Əsas da mən öyrəndim onu universiteti bitirəndən sonra, işləməyə başlayanda. Mənimlə bərabər işləyən bir gigiyenist var idi, Amerikalı, diş gigiyenisti. O mənə, belə deyim, Amerikanın o küçə dilini öyrətməyə başladı. Çox maraqlı bir təcrübəm oldu onunla. Bir neçə il, hətta deyərdim, onunla davam elədi bu proses. İndi artıq özümü rahat hiss eləyirəm. Yəni, pasientlər o native English ki deyirlər, onu danışanda əvvəllər çətinlik çəkirdim. Amma artıq rahatım. Yəni, o baryer də ortadan qalxmış oldu. Mən bitirdiyim sahə aviasiya sahəsidir. Orada bizdə özəl, belə deyim də, aviasiya ingilis dili nəzərdə tutulur. Yəni, eyni ingilis dildə, amma ifadələr və terminlər biraz fərqlidir. Tibbin və yaxud xüsusən də stomatoloji bir günəmin özünə aid ingilis dili, belə deyim, ingilis dilisi var. Yoxsa elə ümumi ingilis dili bilmək kifayət. Yəni kredit debiti bilsəz, yəni kifayət. Yəni təbii ki, öz terminləri var, hansı ki biz orada istifadə eləmirdik Azərbaycanda. Burada başqa sözlərlə istifadə, belə deyim də, başqa sözlər istifadə edirik. Hətta o da
çətinlik yaradırdı. Assistentimlə işləyəndə mən Azərbaycanda istifadə elədiyimiz alətlərin deyək ki, adlarını Azərbaycan formasında, Azərbaycanca deyəndə görürdüm ki, sən demə bunun başqa adı var burada. Onlar da mənə baxırdılar ki, gözlərini bərəldirdilər. Pasiyentin yanında nə istəyirsən sən məndən? Mən də o alətin adını və yaxud da ki, materialın adını deyirdim, görürdüm ki, bunlar bilmirlər, başqa cürədir. Yavaş-yavaş öyrəşirsən. Yəni biz zaman alır, amma deyərdim ki, 6 ay, 3 ay, yəni 4-5 ay bəlkə də zaman aldı belə öyrənməyim bütün hamısını. Yəni ki, həmin o komfort zonaya girməyim. Bu gün yəni rahat deyə bilərsiniz ki, artıq yəni o bariyerləri də aşmısınız, düzdürmü? Artıq yəni artıq aşmışam mən elə gəlir. Düzdür, hər zaman öyrənməyə davam eləyir. Öyrənirik hər gün, nəsə bir şey yenilik olur. Amma ümumi baxanda bəli, artıq sistemi bilirəm, burdakı sistemin necə işlədiyini. Yəni sadəcə belə deyim, stomatoloji xidmət hissəsi deyil təbii ki bu. Bu həm klinikanın idarə olunmasıdır, sığorta sistemidir, ondan sonra işçilərin işə götürülməsi, marketinqi və s. Bunların hamısını təcrübədən keçiririk yavaş-yavaş. Mənim Azərbaycanda da biraz bir müddət idarəçilik təcrübəm var idi. O da çox kömək oldu mənə burada öz klinikamı başlatmağıma. Amma burada hər şey daha fərqlidir. Doktor, Azərbaycanda yadında qaldığın qədərini, bilmirəm, bəlkə də o təcrübə dəyişib artıq, amma əvvəllər saat axşam 9-a da, 10-a da yazıla bilirdin diş həkimi qəbuluna. Amerikada belə bir hallar yaşanılır. Belə deyim də, Azərbaycanlı pasiyentlər tərəfindən bu hallara belə deyim də məruz qalırıq. Amma Amerikalı pasiyentlərin ümumiyyətlə mənimlə əlaqəsi yoxdur. Yəni şəxsi müstəvidə, yəni mənim nömrəm onlarda yoxdur. Onlar ümumiyyətlə heç düşünmürlər ki, onlar həkimə zəng eləyə bilərlər. Yəni onu Amerikada həkim və pasiyent münasibətlərində elə bir şey yoxdur ki, onlarda mənim nömrəm olsun, onlar məni yıxsınlar. Nəinki yəni axşam, heç gündüz vaxtı da əlaqə yoxdur. Amma belə deyim, təəssüf hissi ilə deyə bilərəm ki, bizdə hələ də bu formalaşmayıb. Həkimin, yəni Azərbaycan cəmiyyətində. Fərqi yoxdur, Azərbaycan cəmiyyəti Amerika və yaxud da ki, Azərbaycan cəmiyyəti Azərbaycanda. Hətta mən deyərdim ki, Azərbaycanda mənə o qədər zəng olmurdu şəxsi telefonuma. Çünki mənə elə gəlir ki, Azərbaycanda da pasiyentlər hamısı eyni deyil. Yəni Azərbaycanda da ona həkimin, yəni asudə vaxtına hörmət edən insanlar çoxdur. Amma mən Amerikada onu daha çox gördüm ki, buradakı Azərbaycanlılar məsələn 6-cı şənbə günü, bazar günü axşam 11-də mənə səsli mesaj göndərir telefonuma və deyir ki, bəs məsələn plombun qiyməti neçəyədir? Və yaxud da ki, deyir ki, bəs dişim ağrıyır. Bəs mən sabah saat neçədə gəlim? Mənim də ümumiyyətlə əslində cədvəlimi belə əzbərə bilmirəm. Çünki onu idarə edən başqa bir insan var klinikada, hansı ki cədvəli bilir, ora baxır və günlük hardasa 20-30 pasiyent yazılır. Yəni onların hansı hissəsində kimin məsələn sabahları ola bilər ki, hansısa pasiyent gəlmir. Düzdür, vaxtını cancel eləyib, yəni iptal eləyib. Orada bir boşluq var. Mənim ondan xəbərim olmur. Onu Lucy bilir. Mən də məcbur olam Lucy'dən soruşum. Gözləyirəm ki, sabahları mən Lucy'də deyəcəm ki, yəni Lucy mənə bu nömrədən zəng gəlib. Bəs bax gör, yer varmı bu pasiyenti yazmağa? O da əslində problem yaradır, yəni sistemdə problem yaradır. Mən vaxtında onu çatdıra bilmirəm Lucy'yə. Çünki gəlirəm klinikaya, məşğul oluram, gərək onu harasa qeyd eləyim. Yəni işdən sonra da işləmək məcburiyyətində qalmış oluram. Amerikada diş həkimləri və yaxud da həkimlər, digər, yəni ümumi həkimlər belə işləmirlər. Yəni klinikanın nömrəsi var, klinikaya pasiyent zəng eləyir və oradan görüş alır. Yəni çox daha sadə keçir proses. Doktor, sizcə bəs arada elə bir faktor ola bilər ki, psixoloji bir faktor ola bilər ki, pasiyent sizə şənbə günü gecə saat 2-də zəng eləyərkən
şuuraltı düşünərək ki, okey, mən Azərbaycanlıdır, mən özüm öz dərdimi deyərəm, o da mənə elə empatiya qurar, yəni mənə kömək eləyər, mənə yardım eləyər, nə bilim mənim problemimi həll eləyər. Elə bir faktor ola bilərmi sizcə? Ola bilər, amma təbii ki də o normaldır. Yəni mən ona da qarşı deyiləm ki, yəni mənə zəng eləməsin azərbaycanlılar. Zəng eləsinlər, təbii ki, normaldır və məmnuniyyətlə də cavab verirəm. Amma ki, yəni bu hadisə saat 2-də, mən Bakıda da heç 2-də zəng qəbul eləməzdim də. Yəni fərqi yoxdur. Mən Azərbaycandayam və yaxud da hansısa başqa ölkədəyəm. Mən öz həyat hekayəmdən Buyurun. danışacağam. Mənim dostum var, ən yaxın dostum, Hı diş hı. həkimidir. Aha. Buradan onu salamlayıram, qoy reklamı Məndən da də salam. getsin. Sərxan doktor. Deməli, mənim onun dostluq münasibətindən, yəni mən bütün yəni diş müalicəmi olsun, ağrılar olsun, hər zaman onun yanına getmişəm. Çox yaxşı. Və o insan yəni mənim bütün dişlə bağlı kaprizlərimə dözüb. Çünki biraz diş mənim həssas mövzumdur. Elə bil ki, o həkimdəki o iynə falan şeylərini görəndə biraz daha çox narahat olaram ki, bu ağrıdacaq falan. Və həmişə də nəsə bir dişimi çəkmək istəyəndə, ya nəsə bir iş görmək istəyəndə mənim kaprizlərimi gözləyir ki, mən ona deyirəm gözlə 5 dəqiqə dayan, 10 dəqiqə söhbət eləyək, nə bilim, bir dənə çay içək, bir də davam eləyərik, gözlə bir dənə onu eləyim, bunu eləyim. Və bu adam mənim dişimlə bağlı 10 dəqiqəlik işi gəlsə 1 saata, 2 saata yəni görüb qurtarır da. Burada elə bir Amerikalı olur ki, məsələn gəlsin yanıma, kaprizlər olsun, narahat olsun, nə bilim, yəni belə, yoxsa sadəcə gəlib otururlar. Daha çox sadəcə gəlib otururlar. Yəni çox nadir hallarda olur və bunu mən normal qarşılayıram. Çünki bəzi insanlarda stomatoloji qorxu olur, diş həkimindən qorxu olur. Bunun da bir çox səbəbi var. Və bu normal haldır. Yəni ki, biz onunla bağlı xüsusi yanaşmamız olur, yəni elə pasientlərlə. Bəzən olur ki, təbii ki, biz onun öhdəsindən gələ bilmirik. Artıq pasient gedir, yatızdırılır, yəni anesteziya olunur, ümumi anesteziya altında xidmət almış olur. Amma bir çox hallarda biz də danışırıq, pasiyenti başa salırıq, həmin o qorxunun üstəsindən gəlməyinə ona yardımcı olmağa çalışırıq. Amma ümumi olaraq yenə müqayisə eləsək, Azərbaycanlılar və Amerikalılar bizim 90% belə deyərdim, 80-90% pasiyentlərimizdə o problem var. Şükür, Bunun tək səbəbi mən də ki, yox, tək sən deyilsən. Amerikalılarda bu yox deyəcək səviyyədədir. Ən azından mənim pasiyentlərimdə. Ola bilər ki, indi başqa həkimin bu təcrübəsi başqa cürədir. Onun da bəlkə də səbəbi uşaqlıqdan daha tez, daha erkən yaşlarda diş həkimi ilə tanış olurlar burada uşaqlar. Ümumiyyətlə Amerika standartında uşaqların həkim viziti, diş həkimi viziti 6 ayında başlayır. Və ondan sonra davam eləyir. Hər 6 ayda bir diş həkiminə gəlir uşaqlar. Ondan sonra onlar təbii ki, böyüyəndən sonra da artıq o fobiyası, o qorxusu az olmuş olur. Çünki artıq stomatologiya elə bir vəziyyətdədir ki, demək olar ki, biz ağrısız fəaliyyət göstəririk. Yəni stomatologiyada ağrı demək olar ki, yoxdur. Çünki dərmanlar, anesteziya, bu şeylər çox inkişaf edir və biz xidməti ağrı ilə göstərmirik. Yəni mənim yadıma gəlmir ki, istisnalar yəqin ki, var təbii ki, amma yəni 99.9% pasiyentlərim tamamilə ağrısız müalicə alır. Yəni heç bir şey hiss etmirlər. Doktor, bizə biraz diş sığortası ilə bağlı məlumat verərdiniz də. Yəni çünki bəziləri məlumatsızdır. Diş sığortası demək olar ki, yoxdur. Özünüz də bəyan ediniz. Olması üçün nələr etmək lazımdır? Diş sığortası üçün diş sığortasını almaq lazımdır. Ümumiyyətlə mən sosial mediada çox tez-tez görürəm. Yazırlar ki, məsələn, diş sığortası ən mənasız şeydir, almayın, pulunuzu boşuna xərcləməyin və s. və s. Əsasən də rus qruplarında bunu görürəm ki, onlar stomatoloji sığortanı ümumiyyətlə belə deyim, inkar eləyirlər. Hə, neqativ bir şey kimi belə deyim, promot eləyirlər. Diş sığortası yaxşıdır olmağı. Özəlliklə bizim cəmiyyət üçün çox yaxşıdır. Çünki düzdür, orada məbləğlər aşağı olur. Yəni diş sığortasının sizin ehtiyaclarınızı qarşılayacaq məbləğ olur. Ona benefit deyirlər. Ona illik bir rəqəm olur. Cürbəcür sığortalar var. Bizim yaxında Azərbaycanlı dostlarımız $10.000 qədər benefiti olan sığorta tapıblar.
Hə, məsələn, o 10.000 dolları qarşılayır o sığorta. Çox böyük bir məbləğdir və çox yaxşı rəqəmdir. Özəlliklə immiqrantların, yəni Amerikada yaşayan immiqrantların stomatoloji ehtiyacı çox olduğuna görə o sığortalar çox kömək göstərir. Yəni onları almaq lazımdır. Amma bizim klinikada nə var? Bizim klinikada xüsusi endirim, belə deyim, planımız var. Hansı ki, bütün müalicələrə 50% endirim vermiş olur. Yəni bu da gəlir çıxır, yəni həmin o sığorta ilə demək olar ki, eyni bir statusa deyim. Düzdür, o həmin o planı biz sığorta adlandıra bilmərik. O sadəcə endirim planıdır. Çünki orada benefit yoxdur. İlin sonunda elə bir rəqəm yoxdur ki, biz onu pasientə veririk. Sadəcə olaraq endirim əldə eləmiş olurlar. Amma sığortanı genel olaraq Amerikada hamı alır employerdən, yəni işlədikləri şirkətlərdən. Onlar daha yaxşı sığortalar verirlər çox vaxtı. Siz orada planlar seçə bilirsiniz. Gedəcəyiniz klinikanın gərək veb saytında baxasınız və yaxud da ki, ora zəng edib soruşa bilərsiniz ki, hansı sığortanı qəbul edirlər. Sizə məsələn hər hansı bir klinika maraqlıdırsa və yaxud da hər hansı bir həkim maraqlıdırsa, oradan zəng edib soruşa bilərsiniz. Məsələn, hansı sığortanı qəbul edirsiniz və ona uyğun sığorta ala bilərsiniz. Sığorta sistemi Amerikada elə qurulub ki, sizin dişinizdə problem yaranmasın. Yəni onu daha çox qarşılayır. Ona görə sığorta sistemi sizə ildə 2 dəfə pulsuz təmizlik, müayinə və profilaktik müalicələri demək olar ki, pulsuz verir. Yəni siz gedirsiniz həkimə, sığortanız varsa, müayinə olursunuz. Müayinə olandan sonra bütün sizin müalicə planınız hazırlanır. Həmin o müalicə planındakı plomblar, ondan sonra diş daş təmizliyi, deep cleaning deyirlər, dərin diş daşı təmizləməsi deyək onu Azərbaycanca. Bunların hamısını demək olar ki, pulsuz qarşılayır. Həmin o benefitindən çıxır. Amma böyük işləri, hansı ki qapaqdır, kanal müalicəsidir, ondan sonra implantdır, bunu qarşılamaq istəmir. Çünki o vəziyyətə gəlib çatan pasiyent o deməkdir ki, yəni bu vəziyyətə bir daha gələcək. Çünki o öz belə deyim, ağız sağlığına çox da önəm vermir deməkdir. O önəm vermədiyinə görə o sığortaya sərf eləmir o pasiyenti müştəri kimi saxlamaq. O çalışır ki, pasiyentin ağzında problem olmasın və pasiyentin ona verdiyi ödənişlər hamısı ona gəlir kimi qalsın sığorta şirkətinə. Və bu həm pasiyentə faydalıdır, həm sığorta şirkətinə faydalıdır, həm də həkimə. Doktor, işdən kənar, yəni asilə vaxtlarınızı necə dəyərləndirirsiniz? Asilə vaxtlarım düzdür, son 1 aydır, 2 aydır biraz asilə vaxtım azalıb bu klinikanı başlatdığıma görə. Çünki onun o biznes hissəsi çox zamanımı çox alır. Amma həmin klinikaya qədər daha çox futbol oynayırdım. İşdən sonra demək olar ki, həftənin 4 günü, bəzən 5 günü futbol oynayıram və öz uşaqlarımla vaxt keçirirəm. Ailəmlə, dostlarımızla bəzən damin oynayırıq. Keçən ilə qədər daha çox damin oynayırdıq. İndi gözləyirəm, məsələn, bu günləri düşünürdüm ki, bir dostumuz var, onunla tenis oynayırıq həmişə. Ona yazacaqdım ki, bəs havalar düzəlir, başlayaq tenis oynamağa. Tenis oynamağı sevirəm. Özümün atım qabağa adam. Sən 5-ci ikimiz oynayır. İnşallah. İnşallah bu 5-ci gün bərabər tenis oynayaq. Yəni tenisi sevirəm. Dostlarla zaman keçirməyi sevirəm və futbolu çox sevirəm. Demək olar ki, hər gün axşam bir futbol oyunum olur yəni. Gözəl. Doktor, son olaraq dişlərimizi sağlam saxlamağımız üçün nə etməliyik? Dişləri sağlam saxlamaq üçün birinci o sağlamlıq statusunu əldə eləmək lazımdır dişlərdə. Onun üçün diş həkiminə gəlib, həmin o planı çıxardıb, bahalı olsa belə bir neçə ilə həmin o planı bölüb, planlaşdırıb, o sağlamlıq statusunu almaq lazımdır. Yəni ora gəlib çatmaq lazımdır. Ondan sonra da hər 6 aydan bir müayinə, təmizlik və rentgenlər çəkilir ildə bir dəfə və o yenidən onların yaranmasının qarşısını almaq lazımdır. Dişlərimizi təbii ki, gündəlik qulluq eləməliyik. Diş sapı, diş fırçalanması, yəni normal, standart diş qulluğu və həkimə müraciət.
Yəni vaxtında. Yəni gözləmək olmaz ki, mənim ağrım olsun, ondan sonra gedim həkimə. Bu dəqiqə məsələn ağrınız yoxdursa və ən son deyək ki, diş həkiminə 3 il əvvəl getmisinizsə, bu artıq gecdir. Yəni artıq yəni zamanı gəlib çatıb ki, zəng edib diş həkimindən görüş alasınız. Doktor, çox sağ olun, gəldiniz, suallarımızı cavabladınız. Təşəkkürlər. Təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm, dəvət elədiniz. Çox maraqlı alındı. Birinci dəfə idi belə bir formatda danışırdım. Xoşuma gəldi. Söz maşınına baxırdınız. Növbəti buraxılışda hansı qonağı görmək istəyirsə yorumlara bildirin. Alınarsa biz onu dəvət edərik. Hələlik. Sağ olun.